Hə dostlar, biz artıq gəlmişik Şəki rayonunun ən qədimi olan Xan Sarayının həyətindəyik. Burada demək Şəki sakinləri hər kəs gəlib burada axşam çağıdır bax belə istirahət eləyir. Budur gördüyünüz kimi Şəkinin hər bir tərəfindən burada sakinlər var ki, yaxşı burada stollar, yaxşı baseynası. Yəni burada istirahət yeri üçün seçib gəlib burada istirahət edirlər. Mən indi öz əsgər bir yerdə olduğumuz Nizami qardaşla, Tərlan Mikayılovla gəlmişik. Sosial Dövlət Müəmminə İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Hamlet Abbasov, Həşəri qəzetinin xüsusi müxbiri, Qızıl Qələm media müşəffatçısı Hamlet müəllimlə də yəni buradayıq. Mən də Şəki sarayı haqqında bir balaca Xan Sarayı haqqında az da olsa sizə bilgi verəcəm, məlumat verəcəm. Şəkinin bu qədim sarayı çox incəliklə bax belə işlənmiş divarı ki var. Mən sizə onu yaxından göstərim, siz də baxın. O qədər incəliklə işlənilibdir ki, adam kənardan baxırsan, istər kənardan, istər yaxından adam heyran olur. Və belə çox zərif naxışlarla bizim milli naxışımız olaraq və belə görsənir ki, düz divarın başına qədər. Üstə gəl, şüşələr belə şəbəkə ilə yığılı vəziyyətdə. Burada eşitdiyimə görə bunların taxtaların birləşməsində heç bir mismar işləməyib. Yəni bax bunlar da çox gözəl belə şəkildə pəncərələri düzəlmiş haldadır və görünür göz qabağındadır. Mən indi mənə əsas ən maraqlı olan bir dənə burada çınar ağacıdır. Elə biləm Xan Çinarı. Xan Çinarın tarixi barədə mən da sizə göstərim. 1530-cu ildə deməli əkilib, gövdəsi 11 metr 50 santimetr, hündürlüyü 34 metr. Maşallah olsun. Üstə gəl, Şəki şəhər yuxarı baş milli tarixi memarlıq qoruğu Xan Çinarı. Bu dövlət tərəfindən də həm də qorunur. İkinci bir sırada mən sizə göstərim. Mən özüm usta olduğum üçün elə əsas da ağaçlarla maraqlıyam. Harada ağac varsa, hansı ağac varsa onlarla mən maraqlı belə çəkilişlər edirəm. Üstə gəl, bax burada indi rastlaşmışıq. Bu da həminki çinarın əkildiyi vaxtdan 1530-cu il. Gövdəsi 13 metr. Ay maşallah, bu biraz da böyükdür. Hündürlüyü 42 metr. Bizim aslında da böyük ağaçlar var, ancaq ki bu sort ağaçlar yox. Bizdə əsas böyük ağaçlar qoz ağaçlarıdır. O ağaçların hündürlüyü 30 metrə qədərdir. Ancaq burada 42 metrə yüksəlir. Hündürlük, bax siz də özünüz görürsünüz, burada hamısı yazı surətləridir. İkinci tablonu mən sizə göstərəcəm. Bu da belə. Çinarın hər tərəfi bax belə maraqlı bir həşə vurulubdur. Onu da sizə göstərəcəm. Baxın. Mən indi bizim hörmətli ziyalımız Hamlet Abbasova söz verirəm. Bu sarayın önündə öz ürək sözlərini desin, işıqlandıraq. Buyurun Hamlet müəllim. Çox sağ olun Mürsəl müəllim. Doğrudan da biz bugün səndən Azərbaycanın gözəl şüşələrindən olan, gözəl alimləri ilə, gözəl yazıçıları ilə, gözəl insanları ilə tanınan Şəki şəhərindəyik. Şəki şəhər Xan Sarayının yəni önündəyik. Həqiqətən də Azərbaycanın hər bir bölgəsi gözəldir. Hər bir bölgəsinin özünün öz gözəlliyi var. O cümlədən də bizim Şəki rayonunda biz gəzdik, şəhərin daxilində gəzdik. Həm dağ ətrafı, rayonun kənarları dağlarla yəni zəngin olmuş, Xan Sarayı ilə tanınmış, gözəl insanlarla tanınmış biz Şəki şəhərindəyik. Həqiqətən də bu Şəki Xan Sarayının
Yəni binanın tarixi çox qədim tarixi kökləri var. Binanın inşasında demək olar ki, heç bir mismardan istifadə olunmayıb. Yəni burada uzun illərdir bu da bizim tariximizdir ki, yəni burada bu qoyunluq saxlanır. Siz də çox sağ olun ki, bir fotomuxbir olaraq həmişə Azərbaycanın belə tarixi, müqəddəs abidələrin gəlib çəkirsiniz, gedirsiniz öz səhifənizdə paylaşırsınız. Həqiqətən də Şəki haqqında sutkalarla da danışdıq. Haram deyil, həqiqətən yəni gözəl bir şuşalardan biridir. İnsanlarından səmimiyyət, mehribançılıq, qonaqpərvərlik hiss olunan bir rayondur. Bunu biz dəfələrlə şahid olmuşuq. Məsələn, onların ümumiyyətlə Şəki anekdotu həqiqətən də elə bir gözəl Şəki anekdotları var ki, hər zaman onlar insanları, yəni necə demək, əyləndirmək üçün gözəl anekdotlar da var bizim Şəki sakinlərinin. Hər bir rayonun özünün öz milli adəti olduğu üçün buranın da özünün bir milli adəti var. İnşallah biz buradan sonra da təbii ki, şəhidlər xiyabanını edəcəyik. Həmişə kimi olduğu kimi biz gedib şəhidlərimizi də yad edəcəyik. Amma bu günləri bir şeyi çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, bu həmin bu Xan Sarayın, Şəki Xan Sarayının direktoruna buradan da bir mesaj göndərirəm ki, gələn misafirlərə belə qarşı hörmətsizlik, belə qarşı etikatsızlıq eləməsin. Çünki bizim Şəki rayonunun əhalisi həm qonaqpərvərdir, gələn qonağa hər zaman qucaq açıblar. Ona baxmayaraq işçilər çox bizdən kobud şəkildə davranırlar. Onlar intervyu verməkdən, Şəki Xan Sarayının tarixi haqqında danışmaqdan boyun qaçırdılar. İndi mən çox istəyərəm ki, bizim bura gələn dəyərli ağsaqqallarımız, dəyərli müəllimlərimiz də çox xahiş edirəm, öz ürək sözlərini desin. Bizim dəyərli ağsaqqallarımız, biz də istəyirik ki, sizin fikirlərinizi dinləyək. Bizim bu gözəl Şəki rayonundan, yəqin ki, burada yaşayansınız. Fərqi yoxdur, elə qonaq kimi özümüzü təqdim edeyim, bu kadrları biz paylaşacağıq. Yəni buranın insanlarının qonaqpərvərliyində, yəni hər birimiz yəqin ki, şahid olmuşsunuz. Şəki də bizim yəni əsas rayonlardan biridir. Hər bir rayon bizim üçün gözəldir, müqəddəsdir, doğma da əzizdir. O cümlədən də Şəki rayonu. Sizin hər birinizdən xahiş edirəm. Bunu biz paylaşacağıq. Mən özüm çıxış elədim, danışdım. Sizlər bir-birinə ürəyinizdən nə çəkirsə deyə bilərsiniz. Olar bir dəqiqəsi. Bir dəqiqə özünüzü təqdim elə. Sərhət Məhərrəmov. Biz Şəki şəhərinə gəlmiş, Şəkin tarixi abidələri ilə tanış olmaq, Şəki şəhərini gəzmək, Şəki şəhərində olan tarixi abidələrə ziyarət etmək, bundan başqa ən başlıcası Şəki Xan Sarayını görmək və onun qədimdə Azərbaycanda mövcud olmuş xanlığın siyasətindən maraqlanmaq, o Şəki üçün nələr edib, nə edib, Azərbaycan xalqının birliyi üçün, Azərbaycan torpaqların birliyi üçün vuruşduqları, gördükləri işlər haqqında maraqlanır. Bundan başqa Şəki Xan Sarayından başqa tarixi abidələr də var. Onlar da biz gəzdik, baxdıq və burada olan çinarlar 1530-cu ildə əkilmiş ağacların indiyənə qədər Şəki xalqı tərəfindən qorunması, Şəki xalqının, Azərbaycan xalqının mədəniyyətinə olan qayğısından bəhs edir. Yəni əgər bunlar Şəki xalqı, Şəki əhalisi bunlara nəzarət etməsəydi, təbii ki, başqa yerlərdə olduğu kimi tarixi abidələr uçurlardı, qalmazdı. Ancaq sağ olsun Şəki əhalisi ki, bunları qoruyub, saxlayıb, gələcək nəslə göstərir. Gələcək nəsildə öz tarixi keçmişi haqqında çox gözəl tarixi faktlara sahib olurlar. Və bu da bizi qürurlandırır ki, Azərbaycan dövləti və əhalisi öz müstəqilliyini daimi fikirləşib, qoruyub və onu qorumaq iqtidarına malikdir. Budur, Şəkini hamı gəlir, gəzir, görür, tarixi abidələri və bunların hamısı insanda bir qürur hissi oyadır ki, xalqımızın keçmişi necə keçməkeşli, mübariz dövr olubsa, gələcəyi də müasir dövrdə, gələcəyi də o cür olmalıdır. Xalqın birliyi, xalqın dövlətin vahidliyi bərpa olunub, qorunub saxlamalıdır. Sağ olsun, Şəki əhalisinə minnətdaram və belə ki, tarixi abidələri qoruyub saxlaya bilirlər. Sağ olun. Çox sağ olun siz də. Mən çox şad oldum ki, siz ən mühüm məsələlərə toxundunuz. Sizdən də mən çox razı qaldım. Bir daha sizə təşəkkür edirəm. Sağ olun. Minnətdaram. İndi bizim gəlişimiz
Bura Nizami müəllimlə durun bura bir dəqiqə sizdə öz sözünüzü deyin. Ürək sözünü. Bura biz düzdür sizə qonaq gəlmişik bir yerdə. O keçmiş dövrləri biz bir də xatırladıq. Neçənci? 82-84-cü il. Allah sizə də can sağlığı versin. İndi mən sizdən bu Şəki Xan Sarayı haqqında az da olsa sizdən bir məlumat. Şəki Xan Sarayı bütün Azərbaycanda məşhurdur. Hər yerdə məşhur bir saray. Hər yerdə məşhur abidədir, qədim abidədir, qorunur. Gələnlər də çoxdur. Bütün xarici turistlər gəlir. Hamı baxır, çox bəyənirlər. Azərbaycanın ən qədimi abidələrindən biridir. Siz də burada tez-tez olursunuzmu? Bəli, bəli. Laf yaxşı. İndi Biz yerlər həmişə gəzirik, gəlib baxırıq, xoşumuza gəlir. Biz belə Azərbaycanın belə güzlər göşələrində belə yerlər var. Buradan hər cür mənzərələri. indi bir daha mən Dörd tərəfi mənzərəli. sizə bu ağacın hündürlüyünü bir daha göstərim. Bu ağacı mən sizə göstərmədim. Sanki göyün üzündə bir balaca elə bir ki, ağacın belə görünüşü, maraqlı bir görünüşü var. Üstə gəl ikinci bir ağacı sizə göstərim. Maraqlı görünüşü var. Bir maraqlı şey də var ki, bu elə bir yerdə inşa olunubdur ki, deməli neçə yüz illərlə bundan əvvəl bax belə dağların qoynunda, dağların ətəyində hər tərəfi dağlarla əhatə olunmuş bir yerdir. Həm də meşəsi ilə belə tanınan bir yerdir. Həqiqətən də çox gözəl görünüşü var. Mən indi sizə canlı olaraq deyimdən yox, mən qapının girəcəyindən sizə orada tabloda tarixi yazılıbdır. Onu da mən göstərim. Belə axşamüstü olsa da yenə bura sakinlər gəlir, istirahətə gəlirlər. Bir dəqiqə deyəm. Mənim yadımda qalası olmadı. Mən indi buradan Xan Sarayının buradan belə tablosunu yaxından göstəreyim. Ay Deniz. Yox, indi onu mən keçirəm içəri. Bəlkə sizdən kimsə bir söz deyən var. Sizdən bir söz deyən var, YouTube'a gedir bu. Mən bu videonu da burada dayandırıram. Xəttə qalın, inşallah videonun davamı gələcək. Bir daha YouTube kanalı izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.